çox inanır ki, Slavyan sözü həqiqətən slave sözündən gəlir. Düşünün, bir xalq özünə kölə deyir, amma əslində belə deyil. Təbii ki, bu Slavyanlar olan qızıqla bağlıdır ki, insanlar Slavyan sözünü slave sözünə qədər daşıyırlar, amma elə deyil. Yəni Slavyan sözü slovar sözündən gəlir ki, mənası danışa bilən, ünsiyyətə girə bildiyim mənasını verir. Yəni söz bilən, söz qanan. Çox normaldır. Yəni xalqlar bir-birini və yaxud da ki, özünü belə adlandıra bilərlər. Yəni Slavyanlar bir-birlərini ünsiyyətə girə bildiyim adlandırırdı. Amma qərbdəki qonşularını, yəni German tayfalarını Nemes kimi adlandırırdı ki, Nemes də qədim Slavyan dilində danışa bilmədiyim, danışmayan, susqun mənasını verir ki, onların da, yəni Germanların da dilini bilmədiyinə görə onları nə adlandırırdı? Nemes ki, bugün ruslar da onu hələ də söyləyirlər. Hətta bu Osmanlıya təsir etmişdi və Osmanlı nə deyirdi? Nemçə. Yəni əslində almanları çox xalq adlandırıb, Almanı deyib, Germanı deyiblər, özləri özlərinə Doç deyir və yaxud da ki, Nemes də deyirlər, çünki çox geniş bir xalqdır. Ona görə də hər kəs onu bu formada adlandırıb. Yəni sözümün canı Slavyan sözü slave sözündən gəlmir.